İnnel hamdalillah nahmeduhu ve nestainuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille lehu ve men yudlil fela hadiye lehu. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu amma ba'd. İlk olarak Allah Teala'dan isterim ki Allah Teala bizi bura cəm ettiği kimi Firdevs cənnətində Peyğəmbər sallallahu əleyhi və səlləmin ətrafında bizi cəm etsin. Və bu gün də cənnət əhlinin sifətlərindən olan bir sifət götürəsiyik. Əgər kim cənnət əhlindən olmaq istəyirsə, o sifətlə sifətlənməyə çalışmalıdır. O da nədir? O da təqvadır. Təqva İstilahı mənası Allahın əzabı ilə sənin aranda olan bir maniyədir. Allahın əzabı ilə sənin aranda olan bir maniyədir. Əgər o maniyə aradan qaldırılarsa, Allahın əzabı sənə vacib olar. O maniyə də nədir? Əmirlər və qadağanlar. Əmirlər və qadağanlar. Əgər o əmirlər yerinə yetirilməzsə, və qadağanlardan çəkinilməzsə, onda Allahın əzabı vacib olur. Necə ki, zontik səninlə yağış, qar arasında, günəş arasında bir mani olduğu kimi və eləcə təqva da Allahın əzabı ilə sənin arasında bir maniyədir. Və eynilikdə təqva cənnət əhlinin sifətlərindəndir. Təqva cənnət əhlinin sifətlərindəndir. Allah Əzzə və Cəllə öz kitabında xəbər verir ki, cənnət əhli, yəni onlar bu dünyada əməl diyarındadırlar. Gizlidə və aşkarda Allahdan qorxarlar, gecədə və gündüzdə və həmçinin, yəni bunun səbəbi ilə də göylər və yerlər qədər genişliyi olan cənnətlə uğur taparlar. Allah Teala onlar haqqında buyurur ki, İnnel muttaqine fi cənnətin və naim. Həqiqətən Allahdan qorxanlar cənnətlərdə və nemətlər içərisindədirlər. Həmçinin başqa ayədə Allah Teala buyurur ki, İnnel muttaqine fi cənnətin və uyun. Həqiqətən Allahdan qorxanlar cənnətlərdə və yəni bulaqlar içərisindədirlər. Və həmçinin Allah Teala Allahdan qorxanları bu cür vəsf edir. وَسَارِعُونَ إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ أَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضِ وَعِدَّتْ لِلْمُتَّقِينَ. Rəbbinizdən bağışlanma diləməyə, göylər və yerlər qədər genişliyi olan cənnətə tələsin. Yəni cənnət üçün bir-birinizdən ötüşün. وَعِدَّتْ لِلْمُتَّقِينَ. O Allahdan qorxanlar üçün hazırlanıb. Yəni o Allahdan qorxanlar üçün hazırlanıb. Yəni bu ayələr bizə bəyan edir ki, yəni Allahdan qorxan kəslər bu dünyada, ahirətdə də cənnətdə olacaqlar. Allahdan bu dünyada qorxan kəslər, ahirətdə də cənnətdə olacaqlar. Amma Allahdan qorxmayan kəslər və təqvanın nə olduğunu bilməyən kəslər və həmçinin onlara deyildiği zaman Allahdan qorxun, onlar deyir, izzəti, günahlı axtaran kəslərə gəldikdə bunlar deyir, cəhənnəm sakinləri olacaqlar. Cəhənnəmdə yəni qalacaqlar. Bu haqda ayələr yetərincə var. Yəni cənnət əhli, yəni onlar bu dünyada Allahın onlara, yəni təqvalı ol dedikləri zaman deyərlər ki, eşitdik və itaat etdik. Rəblərin əmrinə icabət edərlər. Və təqva azüqələrini, bu dünyada təqva azüqələrini götürərlər. Və Allah Teala bunlar haqqında buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənuttəqullah vəl-tənzur nəfsun mə qaddəmət liğadin. وَاتَّقُوا اِنَّ اللّٰهَ خَبِيرٌ مَا تَعْمَلُونَ. Ey iman gətirən kəslər, Allahdan qorxun və hər bir nəfs sabah nə hazırladığına baxsın. Allahdan qorxun, اِنَّ اللّٰهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ. Həqiqətən Allah Teala etdikləriniz haqqında xəbər verəndir. Və Allah Teala onlara təqvalı olmağı əmr etdiği zaman və qiyamət günü üçün hazırlaşmağı onlara əmr etdiği zaman onların hər biri öz nəfsinə baxdı, cənnət əhlinin sifətlərindən və bildilər ki, yəni bu gün üçün azüqəyə ehtiyac var. Yəni o gün üçün azüqəyə ehtiyac var. Ona görə kim cənnət əhlindən olmaq istəyirsə təqvalı olmalıdır.
İzzət sahibi olan Allah Teala buyurur ki: "Vettaqu yawmen turcaun fihi ilallah." Yani Allah'a qaytarılacağınız o gündən qorxun. Allah'a qaytarılacağınız o gündən qorxun. Onlar cənnət əhli bildilər ki, yani bu dünyadan, yani ahirete onların yani o səfərində onlara fayda veren təqva azüqəsidir. Necə ki izzət sahibi olan Allah Teala buyurdu ki: "Və təzəvvədu fe inne hayre zâdit təqva vettaqûnü ya ulul albab." Azüqə toplayın. En xeyirli azüqə təqvadır. Yani ey ağıl sahibləri məndən qorxun. Mən cənnət əhli bu dünyada gecə və gündüz, gizlidə və aşkarda təqva ilə azüqələnirlər. Lakin deyib onlar nə üçün bunu edirlər? Cənnət əhli. Bunun müəyyən səbəbləri var. Birincisi, onlar bilirlər ki, onların bu səfərindəki ahirət diyarına onlara fayda verən şey azüqədir. O azüqə də yəni, təqvadır. İkincisi, cənnət əhli təqva ilə azüqələniblər. Nə üçün? Çünki onlar deyir ki, bilirlər ki, ömür qısadır və əcəl onlara hər bir an gələ bilər. Üçüncü, yəni nəyə görə cənnət əhli bu sifətlə sifətləniblər? Çünki cənnət əhli yəni təqva azüqəsinə ona görə azüqələniblər ki, çünki onlar yəni bilirlər ki, ölüm insana qəflətən gəlir. Ölüm insana qəflətən gəlir. Necə ki şair şeirində deyir ki: "Təzəvvəd minət təqva fe inneke la tədri." Sən təqvanı azüqə olaraq götür, çünki sən bilmirsən. İzə cənnə leylun həl tə'işu iləl fəcr. Gecə, yəni gündüzü örtdüğü zaman sən səhərə kimi sağ qalacaqsanmı? Fəkəm min sahihi mətə min qeyri illətin. Neçə sağlam insanlar olub ki, xəstəliksiz dünyalarını dəyişiblər. Və kəm min əlilin əşə, yəni hinə minəd dəhri. Və neçə deyir, xəstələr də olub ki, deyir, yəni uzun müddət yaşayıblar. O görə cənnət əhli Allah Teala onlara deyildiyi zaman ki: "Ya eyyuhellezine amenuttaqullah ve tenzur nefsun ma qaddemet ligadin." Ey iman gətirən kəslər, Allahdan qorxun, hər bir nəfs sabah nə hazırladığına baxsın. Allah Teala bu ayəni nazil etdikləri zaman, yəni Allahın əmrinə icabət etdilər. Yəni o gün üçün təqva azüqəsini topladılar. Həmçinin Allah Teala onlara əmr etdiyi zaman, ona görə sən əgər yəni təqvalı olmaq istəyirsənsə, cənnət əhlindən olmaq istəyirsən, bu sifətlərlə sifətlənməlisən. Və Allah Teala onlara xitab etdiyi zaman ki: "Ya eyyuhellezine amenuttaqullah ve kunu ma'as-sadiqin." Ey iman gətirən kəslər, Allahdan qorxun və doğrularla, sadiqlərlə bərabər olun. Sözündə, əməlində, etiqadında doğrularla bərabər olun. Onlar bu ayəni eşitdikləri zaman Allahın əmrinə icabət etdilər və təqva azüqəsini yığmağa başladılar. Dünyalarında da yəni doğrularla birlikdə və həmçinin yəni məclislərində də doğrularla birlikdə oldular. Çünki onlar bilirdilər ki, doğruluq cənnətə aparır. Doğruluq cənnətə aparır. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "İnnə sidqi yəhdi iləl birri və innəl birri yəhdi iləl cənnə." Doğruluq, yəni yaxşılıq, doğruluq yaxşılığa aparır və yaxşılıq da cənnətə aparır. Və kişi deyir, o qədər doğru danışmaqda davam edər ki, Allah Teala öz qatında onun adını doğrulardan yazar. Sidq, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sidq yaxşılığa çağırır və yaxşılıq da cənnətə çağırır və kişi deyir, nə qədər doğru danışmağa çalışar və Allah Teala onun adını deyir ki, öz qatında siddiqlərdən yazar. Və həmçinin Allah Teala onlara əmr etdikləri zaman ki: "Ya eyyuhellezine amenuttaqullah ve qulu qawlan sadida." Ey iman gətirən kəslər, Allahdan qorxun və doğru söz söyləyin. Və onlar Allah Teala'nın bu ayəsini nazil etdiyi zaman dillərini qeybətdən, bir-birinin arasında xəbər gəzdirməkdən, yalan danışmaqdan, yalandan şahidlik gətirməkdən və batil danışmaqdan dillərini qorudular. Və həmçinin dillərini yəni yaxşılığa əmr edib pisdən çəkindirməyə, Quran oxumağa və Allahı zikr etməyə yönəltdilər. Çünki onlar bilirdilər ki, həqiqətən qovl-i sədid sözü Allah Teala'nın onlara əmr etdiyi doğru söz onlardan bunu tələb edir.
Və həmçinin Allah Teala onlara əmr etdikləri zaman ya eyyuhellezine amenuttaqullah haqqa tuqati və la tamutunna illa və entum muslimun. Ey iman gətirən kəslər, yəni Allahdan haqqı ilə qorxun və la tamutunna illa və entum muslimun. Siz yalnız müsəlman olduğunuz halda ölün. Və onlara Allah Teala bu ayəni nazil etdikləri zaman cənnət əhli onlar Allaha haqqı ilə ibadət etməyə başladılar. Və Allahı zikr etdilər, Allahı unutmadılar. Və bu dünyadan da ən gözəl halda çıxdılar. Ona görə də cənnət əhli dünyada Allah Teala onlara təqvanı əmr etdiyi zaman onlar yəni bunu bildilər və Allahın əmrinə icabət etdilər və Allah Teala onlara təqvanı tövsiyə etdiyi zaman Allahın bu tövsiyəsindən tutdular və azı dişləri ilə ondan yapışdılar. Və bunun üçündədir ki, dünya və axirət səmərələri təqvaya görə. Təqvanın dünyada və axirətdə səmərələri var. Dünyada və axirətdə təqvanın səmərələri nədir? Dünyada təqvanın səmərələrindən də biri odur ki, qəlblərin dirilməsi. Yəni insan Rəbbindən qorxduğu zaman Allah Teala onun qəlbini dirildər. Əgər Allah Teala onun qəlbini dirildərsə, yəni halalla haramın arasını ayırar. İmanla küfrün arasını ayırar. Tövhidlə şirkin arasını ayırar. Sünnənlə bidət arasını ayırar. Necə ki Allah Teala buyurur: "Ya eyyuhellezine amenu in tattaqullah yec'al lekum furqana." Ey iman gətirən kəslər, əgər Allahdan qorxsanız, Allah sizə furqan verər. Furqan nədir? Haqla batılı ayıran. İmanla küfrü ayıran, tövhidlə şirki ayıran, sünnə ilə bidəti ayıran. Yəni furqan budur. Və şeyx deyir ki, yəni bizim Allahdan qorxmağımız bizə halalla haramın arasını ayırır. Və həmçinin yaxşı ilə pisin arasını ayırmağı kömək edir. Tövhidlə şirkin arasını ayırmağı bizə kömək edir. Ona görə də bugünkü gün deyir, müsəlmanlar Allahdan qorxmadıqları üçün görürsən deyir, onlar yəni faiz yeyirlər. Və elə zənn edirlər ki, bu faiz yaxşı bir şeydir. Və həmçinin görürsən ki, deyir ki, yəni bəzənib, düzənib, yəni çölə çıxırlar. Və elə zənn edirlər ki, bu irəliləyişdir, bu azadlıqdır. Və görürsən ki, Allaha yəni asi olurlar. Vallahi ki, deyir ki, Allah Teala bu ayədə bizə halal olanı göstərib. Ya eyyuhellezine amenu in tattaqullah yec'al lekum furqana. Ey iman gətirən kəslər, əgər Allahdan qorxsanız, Allah sizə yəni furqan verər. Furqan haqqı batildən ayıran. Birinci sifət budur. İkinci sifət, yəni bu dünyada Allahdan qorxanlar üçün hər bir sıxıntıdan çıxış yolu var. Kim bu dünyada Allahdan yəni qorxarsa, bu dünya sıxıntılarından xilas olar, azad olur. Ona görə sən bu dünyanın sıxıntılarından azad olmaq istəyirsənsə, yəni Allahdan qorxacaqsan. Allahdan yəni qorxacaqsan. Çünki Allah Teala Qur'an-ı Kərimdə yəni bu haqda danışır. Qur'an-ı Kərimdə bu haqda danışır. Və hətta deyir, Allah Teala səni gözləmədiyi yerdən Allahdan qorxduğuna görə səni ruziləndirər. Necə ki, izzət sahibi olan Allah Teala buyurur ki, وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allahdan qorxarsa, yəni Allah deyir, ona çıxış yolu açar. Onu sıxıntıdan ona çıxış yolu açar. وَيَرْزُقْ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Gözləmədiyi yerdən onu ruziləndirər. Ona görə biz, yəni bu ayəni biz qəlblərimizə bir əqidə olaraq etməliyik, əkməliyik. Və həmçinin yəni biz bunu barılara yəni yazmalıyıq və buna əməl etməliyik. Nə üçün? Yəni əqidə baxımından bunun üzərində yəni ölməyimiz üçün. Və həmçinin üçüncü, yəni təqvanın dünyadakı səmərələrindən üçüncü odur ki, Allah Teala dünyada təqva əhlinin işlərini asanlaşdırar. Yəni o hansı yolu tutursun, Allah Teala onun işlərini asanlaşdırar. İzzət sahibi bunu vəd verir. وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مِنْ əmrihi yəni yusra. Kim Allahdan qorxarsa, Allah onun işlərini asanlaşdırar. Təqva əhlinin bu dünyada sifətlər nədir? Səmərələrindəndir. Təqvanın bu dünyada insana səmərələrindən də biri yəni budur. Həmçinin səmərələrindən dördüncüsü, yəni dünyadakı səmərələrindən təqva onun sahibini itaətə yönəldər. Buna görə əgər desən bir insanı Rəbbinin itaətinə yönəldiyini, gecə və gündüz Rəbbinə itaətə yönəldiyini görsən, elm tələb etməyə, Qur'an əzbərləməyə, Qur'an oxuduğunu görsən və cəmaat namazlarına getdiyini görsən, yəni bilin ki, onun qəlbində təqva var. Bilin ki, onun qəlbində təqva var. Həmçinin təqvanın dünyada səmərələrindən biri odur ki, təqva sənlə Allahın, yəni sənin asiliklərin arasına girər. Və təqva sənə asilik etməyə mane olar. Və təqva sənə asiliyi fikirləşməyə mane olar.
Təqva bu dünyada sən asilik etdiği zaman, yəni qiyamət günü sənin Allahın qarşısında durmağa sənə xatırladar və səni o asilikdən uzaqlaşdırar. Necə ki, izzət sahibi olan Allah Teala Qur'an-ı Kerimdə buyurur ki, İnnellezîne ittaqav izâ messahum taifetun mineşşeytan. O kəslər ki, yəni Allahdan qorxarlar. Qorxan kəslərə gəldikdə Allah Teala buyurur ki, İzâ messahum taifetun mineşşeytan. Şeytan deyir onlara toxunduqları zaman, onlara asilikə salmağa istədiği zaman və yaxud da asilikə saldığı zaman təzəkkəru. Allah'ı xatırlayarlar və idəhum mubsirun. Və bu zaman onlar bəsirətə açıq olduqları halda o günahdan uzaq durarlar. Deməli, təqvanın səmərələrindəndir ki, sən günaha düşmək istədiğin zaman və yaxud da günaha yaxınlaşdığın zaman təqva səni tövbəyə çağırır. Təqva səni tövbəyə yönəldir. Təqva səni Allaha qayıtmağa yönəldir. Ölüm sənə gəlməmişdən öncə. Ona görə də Allah Teala müttəqiləri bu cür vəsf edir. Və səri'u ilə məğfirətin min rabbikum və cənnətin arduhas səmavati vəl ard. Yəni Rəbbinizdən bağışlanmağa və göylər və yerlər qədər genişliyi olan cənnət üçün tələsin, ötüşün. O Allahdan qorxanlar üçün hazırlanıbdır. Həmçinin cənnət əhlinin sifətlərindən də biri budur ki, yəni həmçinin təqva əhlinin sifətlərindən, yəni onlar hər hansı bir günah, böyük və ya kiçik günaha düşdükləri zaman, günah etdikləri zaman, yəni Allahı xatırlayarlar və günahları üçün bağışlanma diləyərlər. Və bilərlər ki, Allahdan başqa günahları bağışlayan yoxdur. Deyərlər ki, Allahdan başqa günahları bağışlayan yoxdur. Və ləm yusur ələ mə fəalu. Allah Teala deyir, onlar etdikləri günahlarında israr etməzlər. Və hum ya'lemun, o günahı bildikləri halda. Onu israr etməzlər. Bu da cənnət əhlinin və həmçinin təqva əhlinin sifətlərindəndir, möminin sifətlərindəndir. Günah etdikdə, yəni günahın üzərində israr etməməsi. Bildiyi zaman, xatırladığı zaman o günahdan dönməsi. Baxın deyir, o əmisi qızı ilə zina etməyə istəyən şəxs. Hansı ki, əmisi qızı ilə zina etməyə istəyirdi. Necə ki, deyir, bir kişi öz zövcəsi ilə, yəni ona necə, yəni çöktüğü kimi, o da deyir, o qadına çöktüğü halda, qadın ona deyir ki, əmisi qızı Allahdan qorx. Allahdan qorx. Yəni, mənim haqqıma girirsənsə, haqqını ver gir. Yəni, nikah elə, mehrini ver bu formada. Və deyir, o, yəni Allahdan qorx sözünü eşitdiği zaman, yəni bu təqva sözünü eşitdiğini, ona xatırlandığı zaman qalxır və zinanı tərk edir. Zina etmir və deyir ki, zinanı tərk edir və həmçinin onun deyir ki, 120 dinar ona pul verir və deyir ki, o hansı ki, mağaradakı hadisə idi də və o deyir ki, Allahım, əgər bu əməli sənin razılığın üçün etmişəmsə, bizi buradan xilas elə. Bizim mağaradan xilas elə. Alimlər gətirirlər ki, o mağarada onlardan biri əgər yəni deyir, salihlərdən olmasaydı, onlar o mağaradan çıxa bilməyəsirlər. Buradan da fayda var ki, insan gərək daimi salihlərlə olsun, daimi sadiqlərlə olsun, daimi siddiqlərlə olsun. Çünki ona yardım gəlməsi üçün o səbəbdir. Və Allah Teala onun deyir, duasını qəbul etdi. Nəyə görə? O zinanı deyir, Allahdan qorxduğu üçün tərk etmişdi. Allah da onun duasını qəbul etdi. Təqvanın səmərələrindəndir. Hətta şeyxlardan biri danışırdı ki, o mütəqəddim dövrdə, yəni biri imamlardan, biri Allahdan qorxanlardan biri olur. Yəni, xütbə verilmiş Allahdan qorxmaq haqqında və həmçinin, yəni orada elmin fəzilətindən danışır ki, elm bəzən görürsən bəhrəsini elə yerdə verir ki, insana fayda verir. Və həmçinin Allahdan qorxmağın bəhrəsindən gətirir. Deyir ki, xütbədən sonra Allahdan qorxmaq xütbəsini verdikdən sonra, yəni buna yaxınlaşırlar ki, şeyx, imam, yəni bir qadın var, sənə sual vermək istəyir. Lakin utanır, sütunun arxasında sənə təklikdə sual vermək istəyir. Şeyx deyir, gəlsin, versin. Qadın ona sual vermək istədiği zaman üzünü açır. Üzünü açır və şeyx başını aşağı salır və qadın üzünü açır. İndi bunun nəfsi bu başını aşağı salladığı zaman deyir ki, o sanki bir ay parçası idi. Qadın üzünü açır, deyir ki, istəyirəm ki, deyirsən, mənə ehtiyacımı ödəyəsən. O da başını aşağı dikir və deyirsən, sən qorxmursanmı, deyir Allahdan, mən sənin ehtiyacını ödədiyim halda və Allah səninlə mənimlə canımı aldığı halda. Yəni, bizim aqibətimiz nə olacaq? Və onun təqvası, yəni, halbuki o qadına baxmaq istədiği zaman içindəki təqva ona səslənir ki, az öncə sən insanlara xütbə verirdin. Allahdan qorxmaqdan danışırdın. İndi nə oldu, sən ona baxacaqsan, sən onun ehtiyacını ödəyəcəksən, təqva üzə çıxdı. İxlas üzə çıxdı. Öyrəndiyi elm ona bəhrə verdi.
Və o Allahdan qorxdu və qadına tövsiyə etdi ki, əgər mən sənin ehtiyacını ödəm, Allah sənin də mənim canımı alsa, bizim aqibətimiz nə olacaq? Və tövbə elə deyir, Allahdan qorx. Və o qadın da tövbə edir, Allahdan qorxur və o Rabbani qadınlardan olur. Allahın tərbiyələndirdiyi qadınlardan olur, ibrət alır. Yəni, təqva budur. Həmçinin deyir, təqvanın ahirətdə səmərələri nədir? Təqva deyir, səni ahirətdə Allahın rəhmətinin sənə gəlməsinə səbəbdir. Və Allah Teala qiyamət günü ancaq Allahdan qorxanlara rəhm edəcək. Necə ki, Allah Teala buyurur ki, "Və rəhməti vəsiət kullə şeyin, fəsəəktubhə lillezine yettaqun." Mənim rəhmətim hər bir şeyi əhatə etdi. Və mən onu Allahdan qorxanlar üçün yazdım, deyir Allah Teala. Ona görə deyir, ey asi, ey günahkar, ey deyir, yəni səhlənkarlıq edən, ey Allahın məkrindən deyir, əmin olan. Bil ki, həqiqətən, yəni Allah Subhanahu taala sənin özün haqqında, yəni özü haqqında sənə xəbər verir ki, Allah bağışlayandır, rəhimlidir. Və eləcə xəbər verir ki, onun əzabı da şiddətlidir. Onu görsən, yəni çıxış yolun yoxdur. Ya Allahdan qorxarsan, ya da qorxmayasın. Qorxarsansa cənnət var. Cənnət əhlinin sifətlərindəndir. Qorxmayassansa cəhənnəm var. Nəuzubillah. Ona görə sələflərdən gəlib ki, hətta görürsən ki, onlara nəfsi hər hansı bir günahı ona salmaq istədiği zaman evində qəbir qazardı və gedib qəbirin içərisində yatardı. Deyək ki, sənin gələcək yerin budur. Sələflərə baxın, yəni öz nəfslərini necə tərbiyələndirərdilər. O, Abu Bakr radiyallahu anh deyir ki, deyərdi ki, mən kəşki bir qoç olaydım. Məni kəsərdilər, ətimi yiyərdilər, dərimdən istifadə edərlər, şorbamı yiyərdilər, qalığımı da vəhşi heyvanlara verərdilər, yəni yiyərdilər, heyvanlara verərdilər. Və mən yox olub gedərdim. Ömər radiyallahu anh bir gün bir saman çöpü götürür və deyir, kaş ki, mən bu saman çöpü kimi olaydım. Yəni, yaradılışlarına naşükürlük eləyərək yox, nəfslərini tərbiyələndirmək baxımından onu deyərdilər. Nəfslərini tərbiyələndirmək baxımından deyərdilər. Çünki sələflərdən gəlib özlərini tərbiyələndirərdilər. Ömər radiyallahu anh deyərdi ki, sən nə olsun ki, xəlifəsən? Ya sən Allahdan qorxacaqsan, ya da ki, ya sən Allahdan qorxub cənnəti qazanacaqsan, ya da ki, günah işləyib cəhənnəmi qazanacaqsan. Həmçinin ahirətdə olan təqvanın səbəblərindən də biri, yəni səmərələrindən də biri odur ki, qiyamət günü, yəni təqva səni Allah qatında ən hörmətli insanlardan edəcək. Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnə əkrəməkum indəllah ətqakum. Yəni Allah qatında sizin ən xeyirliniz Allahdan ən çox qorxanınızdır. Həmçinin səmərələrindən üçüncüsü, təqva səni o cəhənnəmin üzərində olan o sirat üzərində keçməkdə sənə yardım edəcək. Sənə yardım edəcək. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Sümmə nunəcciyəl-ləzīnə ittəqav." Yəni Allah Teala sonra biz, yəni Allahdan qorxanları, Allahdan qorxan kəsləri xilas edəcəyik. Onlar xilas olunacaqlar. Həmçinin, yəni təqvanın, yəni ahirətdəki səmərələrindən də biri odur ki, təqva səni cənnət əhlindən eləyir. Təqva səni cənnət əhlindən eləyir. Ona görə deyir ki, təqva nə alınmır, nə satılmır. Lakin kim deyir ki, təqvanın hasil olmasını istəyirsə, aşağıdakı səbəblərdən işləməlidir. Birincisi, insan gecə gündüz çalışmalıdır. Allahın kitabından yapışmalı, Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsindən yapışmalıdır. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Xuzu mə ətəynəkum biquvvə." Götürün, sizə verdiyimizi ciddi olaraq götürün. "Vazkurullah mə fi ləalləkum təttəqun." Yəni və həmçinin oradakiləri xatırlayın, "Ləalləkum təttəqun." Allahdan qorxmağınız üçün. Yəni götürün nə verilib? Kitab və sünnə. Sizə verilən kitab və sünnəni götürün və orada olanları xatırlayın Allahdan qorxmağınız üçün. Və bilin ki, belə etsəniz, siz Allahdan qorxacaqsınız. Deməli, insan nə qədər kitab və sünnəni götürərsə, nə qədər kitab və sünnə ilə gedərsə, bir o qədər təqva sifəti ona hasil olar. Həmçinin bu təqvanı qazanmaq səbəblərindən də biri, yəni insanın Allahın ibadətində çalışması. Yəni ibadətdə çalışması. Yəni ibadət səbəbi ilə insana təqva hasil olur. Necə ki, izzət sahibi olan Allah buyurur ki, "Ya eyyuhən nas, ubudu rabbakumul lezî xalaqakum vellezîne min qablikum leallekum tettaqun."
Ona görə sən deyir ki, yəni bu təqva sifətini əldə etmək istəyirsənsə, yəni Allah Taala'nın bu ayəsinə bax. Allah buyurur ki, ey insanlar, yəni sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Ləəlləkum təttəqun. Təqvalı olmağınız üçün. Təqva sifətini qazanmağınız üçün. Deməli, ibadət təqvanın hasil olması üçün səbəblərdəndir. Həmçinin ibadət, yəni təqvanın gəlməsi, hasil olması üçün olan səbəblərdəndir və bunun da iki şərti var. Birincisi, ixlas olmalıdır bu ibadətdə. İkincisi, yəni bu ibadət Peyğəmbər s.ə.v-in sünnəsinə müvafiq olmalıdır. Çünki Allah Teala Quran-ı Kərimdə bu haqda buyurur ki: "Və umiru illə liya'budullaha muxlisan lehu'd-din." Onlara xalis Allaha ibadət olunmaları əmr olundu. Həmçinin Peyğəmbər s.ə.v buyurur ki: "Mən amilə amalan leysa aleyhi əmruna fəhvə raddun." Kim bizim şəriətimizdən olmayan bir şey və yaxud da ki bizim şəriətimizdən olmayan bir əməl edərsə o ondan qəbul olunmaz. Artıq Allah Teala bu iki şərti, yəni Kəhf surəsinin axırıncı ayəsində də cəm eləyir. Buyurur ki, فَمَنْ كَانَ يَرْجُ لِقَاءَ رَبِّهِ. Halbuki biz Kəhf surəsində hər cümə bunu oxuyuruq. Və yaxud cümə axşamı. Allah Teala buyurur ki, فَمَنْ كَانَ يَرْجُ لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ أَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادِ رَبِّ أَحَدًا. Yəni Allah Teala buyurur, kim Rəbbinlə qarşılaşmağa arzulayırsa, ümid edirsə, salih əməl işləsin və Rəbbinə ibadətdə heç bir şey şərik qoşmasın. Bu ikinci səbəb. Üçüncü səbəb, əgər sən təqvanın hasil olmasını istəyirsənsə, o zaman kəramətli Qur'anı, yəni ondan yapış. Onu oxuyaraq, əzbərləyərək, başa düşərək, tədəbbür eləyərək, onun içindəkilərə əməl edərək. Qur'an çünki nədir? Qazanc gətirən bir ticarətdir. Qur'an qazanc gətirən bir ticarətdir. Allah Teala yəni açıq, aydın, yəni bəyan edərək deyir, kim Qur'andan tutarsa və Qur'anın içərisindəkilərə əməl edərsə, Allah ona təqvanı varis edər. Allah ona təqvanı varis edər. Həmçinin dördüncüsü, yəni təqvanın hasil olması səbəblərdən də biri odur ki, yəni dördüncü insana təqvanın gəlmə səbəblərindən yerdəki Allahın hədlərini qoruması. Yerdəki Allahın hədlərini qoruması. Beşincisi isə insana təqvanın gəlmə səbəblərindən beşincisi şəri elm. Yəni kitab və sünnə elmi. Yəni kitab və sünnə elminə yönəlmək ki, halalla, yəni haramın arasını və həmçinin yaxşı ilə pisin arasını ayırasan deyə. Çünki şəri elm yəni təqvaya səbəbdir. Yəni Allah Teala Qur'an-ı Kərimdə buyurur ki: "Vattaqullah və yuallimukumullah." Yəni Allahdan qorxun və yuallimukum. Əgər Allahdan qorxsanız və yuallimukumullah. Allah sizə bilmədiklərinizi öyrədər. Allah sizə bilmədiklərini öyrədər. Həmçinin Allah Teala başqa ayədə buyurur ki: "İnnəmə yaxşallar min ibadihil uləmə." Allahdan yalnız alim qulları qorxar. Və sonra şeyx nəhayət dua eləyir: "Allahumma rzuqna ilmən nafi'an." Allahım bizə faydalı elmlə bizi ruziləndir. Yəni həqiqətən ruzi iki cürdür, qardaşlar. Var mənəvi ruzi, var maddi ruzi. Maddi ruzi, yəni hər birimizin qazancı olan qazandığımız ruzidir. Mənəvi ruzi isə nədir? Faydalı elm. Faydalı elm. Kitab və sünnənin elmi. Mənəvi elm. Bizim yəni maddi ruzimizdən daha çox mənəvi ruziyə ehtiyacımız var. Çünki əgər biz mənəvi ruzi ilə ruzilənməsək, bizim qəlblərimiz öləcək. Bizim qəlblərimiz yalnız mənəvi ruzi ilə dirilir. Allahı zikr eləməklə dirilir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allahı zikr edən qəlblə zikr etməyən qəlbin misalı, yəni ölü ilə dirinin misalı kimidir. Ölü ilə dirinin misalı kimidir. Qəlb nə vaxt ki Allahı yad eləyəcək, qəlb nə vaxt ki Allahı xatırlayacaq, o qəlb diriləcək. Nə vaxt ki qəlb Allahı xatırlamayacaq, Allahdan uzaq düşəcək, qəflətə düşəcək və o zaman o qəlb öləcək. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm nə adlandırdı? Onu ölü qəlb adlandırdı. Yəni ölü qəlbi yəni insana bənzətdi. Ölən insana bənzətdi. Və həmçinin bir rivayətdə yəni Allahı zikr edən evlə zikr etməyən evin misalı nəyin misalıdır? Ölü ilə dirinin misalıdır. Yəni ölü ilə dirinin misalıdır. Ona görə də yəni qardaşlar, yəni Allahı daimi insan gərək yad etsin.
daimi Allahla olsun. Oturanda, duranda, oturuşunda, duruşunda, yani her bir şeyinde. Subhaneke Allahumma ve bihamdik ve eşhedü en la ilahe illallah nestağfiruke ve etûbü ileyk.